Müəllim, bəs xüsusən doktorantura və magistratura tələbələrinə dil uzatmaq və onların layiq ləqəblər qoşmaq, bunun səbəbi həsəddirmi? Və bu sözləri doktor ləqəbi daşıyan böyük alimlərə də deyirlərmi? Az öncə dediyimiz kimi, o insanlardan baş verir ki, o insanlar bu məsələdə cahildirlər. Bu məsələdən xəbərləri yoxdur. Onun başına bax, o zombidə axı. O bir ay bundan qabaq, bir iki ay bundan qabaq başqa şey yazıydı Facebook'unda ki, Adil gəlib bizə deyib ki, mən hakimə qarşı çıxmağa görmürəm, bu sözlər Adilin adına yalandır, böhtandır. İndi belə danışır. O İngilis bayrağıdır axı. O bir Facebook'da gir onun paylaşımlarına bax, gündə 30 dənə İlham Əliyevin haqqında şey paylaşır. Prezident belə getib. Çağrı da basdılar. Bu yenə dövlətə savunla gəlir. Bu savunsuz girir. Belə nə tər girir bilmirəm. Şampunla girir. Nə arayır? Yəni bu insan bu qədər da bir şey olar, zombi olar axı. Savunla gəlir. Bu savunsuz girir. Belə nə tər girir bilmirəm. Şampunla girir. Nə arayır? Yəni bu insan bu qədər da bir şey olar, zombi olar axı. Yəni hamımız yəni niyyətlər Allah üçün deyil. Bir də başqa bir söhbət var axı. Bu Yaşar Sırağayev yazıbdır Əhmədə Mədənə tələbəsinə ki, fərmana deyirəm, nədir bu fərman axırıncı səsi yaman zor təsir eləyib onlara deyəsən şey məsələsində qamət Həddadi zad bu kəzzəbzə söhbəti. Deyim, mən də ona göstərərəm Həddadi kimdir, mən onu birinci indi mediaya verəcəm. Yazıyı göndərəcəm Nisama, Yaşarın öz yazısıdır. Sonra da media sayıcı bu indi mediaya verir fərmanı. Bax, oxu gör, yəni bu nə qədər cındır adamdır, nə qədər alçaq şərəf. Yəni bu nə qədər cındır adamdır, nə qədər alçaq şərəf. Adada deyirlər ki, bu hansı alimi qurmaq istəmişsən? Abdullah Buxar haqqında adıma. Amma tarixdə o hafız olmayan tezə doktora girmiş. Neçə il bundan olur? 16 il olar da, 15 il təyində. Bu da adına gələn danışırdı. Yani biz onu cemaat dedik, bu mesela olur. Hatta orada tercih var, şeyhlerden üniversitenin özünde. Diğer Şeyh Abdullah Atif var. Ondan soruşuram. Diğer bu ne demek? Onlar da bilirler ki bu düzgün eləmir. Hatta Şeyh Tarih Məhəmməd gözden söz dedi ki, adil diyor. Diyor, ağıllı insan İslam'a gelir biraz da gözəlləşir. Ama səfih İslam'a gelir kör oluyor. Mən getmişəm onun yanına. Sonra mənə uşaqlar dedi ki, belə danışır. Və getdim yanına, dedik mən yanıma istəyəm gəlmişdi. Gələrəm istərsən məni tanımadan nə danışırsan? Və danışanda görürsən ki, sözündən ki, qaçdı. Və sonra hətta bir yaxında işmişəm Liviyadan ya da Tunisdən qardaşlar gəlib tükürürlər üzünə ki, onun sözünün üzərində qırğınlar çıxır. Yəni bu arxadan danışır, amma bizə çıxa bilmir. Yəni biz tanıyırıq da kimdir o? Amma qaldırmaqdan deyil ki. Şeyh Rabi əvvəl həmişə bizə təhliliyə qarşı idi, vururdu. Yəni onun hamısı 250 razı idi. Amma axır vaxtlar isə sələfilərə qarşı olduğuna görə, sələfilərə də şeyh cəlb elədiyinə görə Şeyh Abdullah razılaşmayıb. Yəni sələfilərə qarşı olduğuna görə 6 alim kimdir 6 alim deyəm? Mesela Abdullah Buxari, Şeyh Bəhmuz nədir o? Bəzmul. Sonra Ubeyrim Cəbri, sonra Şeyh Rabi və Şeyh Rabinin yanında olan onu dəstəkləyən şeyxlər. Bu hamısı cəhil eləyib onu. Yəni onlar hamısı bir dəstədə yerigen başqa kim var? Yəni onlar hamısı bir dəstədə yerigen başqa kim var?